Möhtərəm möminlər, at eynəyini yəqin ki görmüsünüz və ya eşitmişsiniz. Bu eynəyi atın baxışını bir istiqamətə yönləndirmək, başqa sözlə 180 dərəcə ətrafı görməməsi üçün taxarlar. Sadəcə bir yeri görsün, sadəcə ona göstərilən yolla yürüsün deyə. Bəzi üzdən İraq özlərini İslam dəvətçisi kimi təqdim edənlər müsəlmanı fərasətsiz etmək üçün ona at eynəyi taxmağa çalışarlar. Yalnız bir tərəfə baxsın, ətrafına, sağına, soluna baxmasın deyə. Bu qədər sadə bir üsul. O eynək şüşədən də ola bilər, qızıldan da, gümüşdən də. Əhəmiyyətli olan onun mahiyyəti deyil, funksiyasıdır. Həqiqi mömin fərasət sahibi olan şəxsdir. Həqiqi möminin gözündə bu mənada ata taxılan eynək ola bilməz. Fərasətli mömini heç kim yolundan azdıra bilməz. Fərasət sahibi mömin içərisinə zəhər qatılmış balı tanıyar və onu yeməz. Fərasətli mömin yalnız önünü deyil, sağını və solunu, hətta arxasını görə biləndir. Bu mənada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurur: müminin fərasətindən ehtiyat edin, çünki o Allahın nuru ilə baxar. Uca Allah yalnız önümüzü deyil, sağımızı və solumuzu görməyi, başımıza gələcək təhlükələri hiss etməyi və buna görə tədbir almağı cümlə müsəlmanlara lütf etsin.